Azərbaycanda əmək haqqı ayda 2 dəfə veriləcək. Məlum olduğu kimi, Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən əmək haqqlarının verilməsi müddətləri ilə bağlı qaydalarda dəyişiklik ediləcək. Belə ki, dəyişikliyə əsasən əmək haqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əmək haqqı 2 hissəyə bölünərək avans olaraq və qalan hissəsi məbləğində 16 gündən çox olmayan vaxt fasiləsi ilə ayda 2 dəfə veriləcək. AzXəbər.com-un məlumatına görə məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov İqtisadiyyat Azı açıqlamasında deyib ki, indiyə qədər əmək haqqının hesablanması qaydası, o cümlədən vergi hesabatlılığı ayda bir dəfə həyata keçirilirdi. Onun sözlərinə görə Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə isə bunun 2 dəfə həyata keçirilməsi təsbit olunur. Deputat bu yeni qaydanın ailə büdcəsinin planlaşdırılması baxımından da çox əhəmiyyətli olduğunu vurğulayıb. O həmçinin söyləyib ki, bu həm də beynəlxalq təcrübədə tətbiq edilən metodlardan biridir və bu istiqamətdə proqram təminatının da təkmilləşdiriləcəyi gözlənilir. Çünki vergilərin hesablanması və təqdim olunması üçün proqram təminatının təkmilləşdirilməsinə ehtiyac var. Təbii ki, bu da ailənin öz xərclərinin planlaşdırması və onların sosial aspekti üçün önəmlidir. Nəticədə əmək haqqının daha səmərəli istifadə olunmasına və ailə büdcəsində xərclərin planlaşdırılmasına gətirib çıxara bilər. Vüqar Bayramov onu da xatırladıb ki, işçilər üçün bu metod həm beynəlxalq təcrübədə tətbiq olunur, həm də Beynəlxalq Əmək Təşkilatı belə bir mexanizmi tövsiyə edir. Digər tərəfdən bu işçilər üçün xüsusi olaraq büdcənin planlaşdırılması ilə yanaşı, həmçinin beynəlxalq təcrübəyə uyğun dəyişiklikdir.